burada intended, yəni istəyi neçə, nə qədərdir? İstədiyi əslində 1 ildir, amma definitely olaraq qalacağı vaxt 4 aydır. Ona görə bu sadəcə baxın, mən ona görə birinci cümlədə yadınıza düşürsə, əgər yadınıza düşürsə, mən sizə bir cümlə dedim, guys. Dedim ki, burada intended sözünə diqqətli olun. Intended nə deməkdir? Mailində olmalı. Ay, son elində olmalıdır, yəni istəmək kimi. Burada da əslində sırf ona fokuslanır ki, o nə istəyir əsas? Meyillidir ki, nəyə? Bir qalmalı. Ay, son. Amma demir ki, məsələn, 5 ay qalacam, üzr istəyirəm. Orada deyir 4 ay qalacam. Amma burada deyir sırf deyir planlaşdırıram 1 il qalmağı. Ona görə də cavab nədir, guys? 1 ili götürməliyik. Burada desəydi ki, probably. Yəni məsələn, definitely-ni sinonim olaraq məsələn birbaşa directly versəydi ki, məsələn mən 4 ay qalmaq istəyirəm, sizdən razı idim. Amma burada sadəcə onun istəyini deyir. Deyir, istəyirəm, planlaşdırıram ki, 1 il qalım, amma hal-hazırda deyir, ancaq bu iki vəziyyətə görə 4 ay qala biləcəm. Ona görə cavab 1 il götürür, guys. Anlaşıldı? Yani. Bəs bəlini elə deyirsiniz ki, Allah. Növbəti, guys. 4, Intermediate. Intermediate. 5. North to west. Bu rahat sualdır. Aha, altına kim səhv yazıb? Altını kim yazıb? Hı? Nə yazmışsınız, guys? Vegetarian. 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 Asa Victoria. Düzdür. Ee, bu 7 və 8. Garden. Garden Bir de o to be Garden. west. Only guest. Bəli. 9-u səhv yazmamısınız da, ümid edirəm ki, guys. Ha? Deyin görün. Yok. 100 olmalıdır orada. 100. Hə. Orada gəlin baxalım. Məsələn, 9-cu suala görə necə verir? 2 versə 9-cu sualda nə deyir? Deyir ki, mən deyir terms of 60-80 düşünürəm, amma deyir 100. Bu ammalar var ha. Bu ammalar bütün tələbələrin bəlalı yeridir. Guys, ondakı yəqin ki düz yazmışsınız. 23 March. Hə. Monday 23 23. March. Bəli, Monday də olar. Belə ayrıca da 23 Mart söhbəti düzdür. Guys, mən belə başa düşdüm ki, sizin problemləriniz burada bir şeydədir. İndi səbirli olun, mən sizə deyəcəm. Bu C bölməsində. Spellinglərdə bəzi tələbələrin problemləri var. Düzdürmü, guys? Wow, I just built the most amazing workflow on my Guys, səsim gəlir. Bəli. Gelirim. Guys, mənim birinci marafonum var idi. Belə heç kim xəttə dəyməsin. Uşaqlar başqa cür edilər. Zəif olsalar da sizdən maqqaşla anlamaq sözü, guys. Mən elə bir insanam ki, biraz yerimdə dayana bilməyən insanam da, biraz danışmağı sevərəm. Sizdən maqqaşla anlamaq sözləri. Vallahi. O birinci marafonun videoları var. Ataram sizə baxarsınız. Uşaqlar nə edir? Düz ondan sonra marafonda tələbələrin sayını azaltdım. Biraz çox idi tələbə orada. 80-a yaxın tələbə var idi. Yəni inandırım sizə, necə deyim? Düz çox tələbə qoşulmurdu, ancaq dərslərə baxırdılar da onlar sonra. Bir 20-25 nəfər bir dəfəyə. Biraz da nə edirdilər? Dağıdırdılar. Allahın dostu. Onların çoxsu da ayıs yığdı, çıxdı özdə. Yaxşı məndə. İnşallah siz də yığarsınız. Allahın köməyi ilə, guys. Guys, indi mən sizə bir şey göstərim burada. Sonra keçəyim. Baxın, normalda belə bir söz deyim. Bu spelling testlərini həll etmək üçün mən illərdir bu ikinin materiallarını istifadə edirəm. İllərdir. Baxın, görürsünüz. Bunun burada 2 dənə video, bir çox video dərsləri var. Baxın, birinci video dərsi 19 video olanla başlayıram. Burada sizə e-mail adreslərini, nömrələri falan spelling eləyir. Fikir verirsiniz. Və başlayır burada spelling eləməyə, sonra isə axırda nə edir? Cavabları göstərir. Əslində bunun videolarını işləyəndən sonra normalda tələbələrin 90%-i o spelling hissələrində 6-dan məsələn 9-a, 8-ə rahat qaldırırlar, ona qaldıranlar da olur. Burada isə bu 24 dənə video olan var ha. Burada isə sırf şeyləri izah edir, guys. Adları, məsələn yer adları, insan adları, heyvan adları,
küçə adları, şəhər adları və s. və ilə axır. Başa düşdünüz? Bəli, mən. Hə, sağ ol. Bunları mütləq şəkildə atacağım qrupa. Bunun linkini. Bunu işləyərsiniz, yaxşımı? Bu spellinglərdə problemi olan oldu, olmadı, hamı işləsin bunu. Amma burada belə bir məsələ var, guys. İndi mən onu sizə bir dənə izah edeyim. Əslində bu testləri Engoway-dən işləyirsiniz, yəqin ki. Bəli. Ay, sağ ol. Listeninglərdə buradan başlayacaqsınız. Amma guys, burada bir məsələ var. Mən indi onu sizə bir dənə izah edəcəm. Deməli, mənim listening ilə bağlı 3-cü və 4-cü partlarla bağlı videolarım hazır vəziyyətdədir. Onları atacağım sizə, o heç. Çünki onu ayrıca izah edib bütün qruplara atıram. Amma Engoway-dən həmçinin listinglərdə işləməlisiniz. Elə buradan başlayın. Readinglərdə neçənci kitabları bitirmişsiniz guys hal-hazırda? 19, yox, üzr istəyirəm, 18-dən bitirmişsiniz, yoxsa necə? Burada ən axırıncı 18 ilə hər birinin birindən başladım elə. 14-ün birini də bitirdim, 14-ün ikisinə də baxdım. Oradayım Mən hələ ki. 11-i bitirmişəm mən. Necə? 11-i bitirmişəm hələ ki. 11-i. Aha. 11-ci kitabdan niyə başlamışsınız ki, guys? Yuxarıdan aşağı niyə getmirsiniz ki? Mənim bu 14-ün ikinci hissəsi asan da deyilər. Bunu eşitmişdiniz? Necə? 14-cü kitabın ikinci hissəsi. Mətin 1 dəhşət asandır. Elə bir A2 səviyyənin levelindədir. Amma davamı dəhşət çətindir. Orada eşitməmişəm tam olaraq. Mən 10-cu kitabı bilirəm çətindir, guys. 10-cu kitab biraz bir şeydir. Adını siz deyin. Biraz mətin, məğz məsələsində biraz gəlizdir. Başa düşdünüz? Amma mən deyərdim ki, 18-dən başlasaydı daha yaxşı olardı, guys. Guys, birinci sonuncu olaraq bir şey izah edəcəm. Bunları. Map işləmişsiniz ümumiyyətlə, maplər. Onlar çox çətin gəlir mənə. Mən işləmişəm. Niyə? Həmişə də səhv olur. Həmişə də səhv olur. Bəli, yəni çox səhvim olur mapdə. Bəzən rahat olur, bəzən çətin olmaz. Məsələn, sizə çətin gələn, məsələn, bax, nə deyim mapdə, məsələn, nə hissəsi, hansı hissə çətin gəlir, niyə? O istiqamətləri deyil, onları qarışdırıram. Bir də ki, yerini tapa bilmirəm xəritədə. Bax, məsələn, burada bir dənə xəritə verilib, düzdür? Bəli. Xəritədə nə deyir? Bilmirik. Xəritə bax, bizim burada olduğumuzu göstərir. Düzdür, guys? Hal-hazırda nə etmişik? Burada yer almışıq. Düzdürmü? Bax, düz bax bu hissədə. Görürsünüz, guys? Bəli. Ay, sağ olun. Biz indi hal-hazırda buradayıq. Başlayacaq xəritə deməli bizim 15-ci sualımız buradadır. 16, 17. Məsələn, 17-yə fikir versəz, bunlar ağaclardır da. Düzdürmü, guys? Burada göldür, bu qayıqdır, bu adadır. Düzdürmü, guys? Adadır da, ağaclardır həm də. Guys, fikir verin. Bizim yerimizi bura göstərir, düzdür? Yəqin ki, bunun cavabını ağacların ətrafında olan bir sözlə deyəcək. Tamam mı? Məsələn, deyəcək nəsə ağacların ətrafında var. Yəni, ağacların boyunca sözü ilə deyəcək. Məsələn, 16-cı nədir? Bax, bu nədir? Parklarda olur, Bu skamyalardır, düzdür? Benchlərdir, düzdürmü? Arxasında nə olur? Skamyaların, bax, belə hissələrdə nə olur, guys? Bax, bunu görürsünüz. Görürsünüz, guys? Bəli, bəli. Bu nə sayılır? Divar. Divar oxşayır oğlum. Hə. Table. Məsələn, bunlar, məsələn, niyə görə ki, bulvarda da var da, guys, arxasında güllər zadları qoyurlar, Bir dənə yumru bir şeydir, orada gül olur. Qabağında da balaca benchlərdir da, guys. Necə bunu bilmirsiniz, guys? Divar deyəndə ki, yəni, guys,
bulvara getmisiniz, düzdür? Bulvarda ağacların yanında qıraqda 8 dənə olur. Məsələn, bench, skamyalar qoyub və arxasında da belə yumru bir şeydir. Nə olur onun üzərində? Gül əkirlər, nə bilim, nələrsə eləyirlər də. Düzdür, guys? Mən elə görmüşəm, ona görə deyirəm. Guys, səsimiz gəlsin. Görməmişsə deyin, görməmişəm. Problem yoxdur. Sadəcə mən onu niyə görə deyirəm? Təsvir eləyin də, guys. Nə ola bilər orada məsələn? Məsələn, benchlərin, məsələn, skamyanın arxasında nə olur həmişə? Güllər olur ağacda belə. Gəldi, Yaşıllıq. nəysə. Orada da cavab deyəcək. Mən izah edemedim təşkil onu. Düz yersə mən güldür. Amma o birisi necədir? Guys, kameraları qoyurlar balaca-balaca. Arxasında da yumru elə bir həmin o istilə aparırlar. Onun üzərində dibçəklərlə gül qoyarlar, əkərlər. İndi özləri bilir də. İndi nəsə Azərbaycanda yaşıllıq yoxdur, amma yenə də sağ olsun orada bir yazı var. Guys, burada nə deyir? Olimpik saytdan başlayır, düzdür? Hı? Bəli. Hə, gəlir stadiumu deyəcək, guys, düzdürmü? Sonra swimming pool'u deyəcək. Sonra indoor arena, sonra station deyəcək. Düzdürmü, guys? Hı. Tamam Bəli. mı? Station'dan da sonra nə deyəcək onu. Ümumiyyətlə, məhvlər çətin deyil, guys. İzləməyə çalışmalısınız. Bax, səni burada yervi göstərdi. Mən həmişə qələm üsulu deyilən bir hissə var. Bu sıçanı gördüm da burada gedirək, bax bu. O dedikcə mən izləyirəm. Məsələn, gördüm sağa getdi, sağa gedirəm. Olimpik sayda getdi, getdim bura məsələn. Yavaş-yavaş deyir. Sonra tələbələr deyir ki, hə müəllim, burada o qədər ad deyir ki. O qədər ad demir, guys. Uyğun adı seçməlisiniz sadəcə siz. Başa düşdünüz? Uyğun necə deyərlər, adı seçməlisiniz. Okeymi? Tamam mı? Bəli, bəli. Bəli. Guys, ümumiyyətlə listinglər çətin deyil. Sadəcə listinglərdə mən həmişə bir dənə sözüm var. 10 gün dayanmadan praktik eləyəndə listinglərdə artış daha çox olur readingə nisbətən. Başa düşdünüz? Guys, indi görün burada səs gəlir sizə. Well, here we are at the Səs gəldi, guys. Gəlir, Gəlir gəlir. mi? Gəlir. O zaman işləyin, guys. Bunu elə burada çıxmayın. Getdik. top of the tower, and we're going to look at the view from each direction. Out to the east, the large buildings about a kilometre away are. Başdan qoyuram, guys. Well, here we are at the top of the tower, and we're going to look at the view from each direction. Out to the east, the large buildings about a kilometre away are on the Olympic side. There's an indoor arena for gymnastics, a stadium for track and field, and a swimming pool for races and synchronized swimming, and also diving. If you look carefully down there, you can see the train lines. The Olympic site has its own station to encourage the use of public transport. There is also a car park, but it only holds a limited number of cars. The formal park has some specially created water features. If you look out here to the south, you can see a circular ornamental pond. And around to the west, you can relax and sit on a bench to smell the flowers in the rose garden. And finally, up to the north, if you look in front of you now, there's a lake with a small island in the centre. You can hire rowing boats at the boat shed, which you can't see from here. But if you look through the trees, you can see the cafe, which has lovely views across the water. Okay, let's climb down now. We will go now and have a look at the nature reserve section of the park, which has opened up natural wetland to the public. Guys, nətər oldu? Bəli, 15 bu nə? necə 15-də adlandaydı? car park. Harf. Car Park, aha. Ləman, boğul öldürəcəm səni, hə? Rose Sonra Garden. 16 Rose Garden, 17. And cafe. kafe. Bir dənə 15'i kim 15'te kim tapamamışdı? Hı? 15'i kim tapamamışdı, guys? O ses gəlmir. Guys, 15'i kim düz yazmamışdı? Car Park idi cavab. Məncə hamı düz yazmışdı deyəsən. Maladies. 16. Rose Garden. Mən səhv yazdım. Onda düz. Rose Garden'dı.
Əslində rahat deyil. Guys, onu baxın. Burada transkriptində verir. Deyir ki, flowers in the rose garden, final up the nose. Burada verir. Sonra mən sizə nə demişdim? Ağaclar nə ilə dedi? Deyir, üzr istəyirəm, kafein nə ilə dedi? Deyir. Ağacların deyir, boyunca baxdıqda deyir, sən nəyə görə bilərsən? Kafeni görə bilərsən. Əslində bu rahat idi, düzdür, guys? Bəli. İndi bir dənə söz deyim. Orada deyiləni neçə faiz başa düşürdünüz, guys? Məsələn, ümumi. 90% başa düşürdüm mən. 90%. Bəli. Bəli, müəllim. Məsələn, burada heç kim səhv eləməyib, belə gördüm. Bilirəm değil mi? 16 şəxs. Hansı? 16. 16. Bunu eşitməmişdin abi. Aha. Aha. Ha. 16-da deyir ki, around the west, yəni west tərəfə, aha, sən deyir, Bench'də əyləşə bilərsən. Rose garden. Deyir, iyləyə bilərsən. Mən o bayaq dediyimi güllər. O parklarda olur, Ha, bildim. arxası belə. Bildim ha. Aha, lap yaxşı, guys. Lap yaxşı. İndi, guys, gəldi ən əsas məsələyə kim, yaşam gələcəyində. İndi bunu başa düşdünüz, düzümü? Problem yoxdur ki. Yox. İndi burada bir praktiki material var. Bunu işləmək lazımdır. Amma belə bir söz deyim sizə. Ümumiyyətlə, bu maplər var ha. Maplər bir çox fərqli formatlarda düşə bilər. Fərqli hissələrlə düşə bilər. Mənim ən gözəl məsləhətim nədir? Baxın, indi mən sizə bir dənə göstərəcəm bunu. Hamı baxsın. Bax, bu bayaq saytı göstərdim də sizə, düzdürmü? Part hissələr var da, düzdür. Məsələn. Bu part hissələrdə düzdür. Daha çox bunlar şeylərə önəm verirlər. Məsələn, buradan da həmçinin tapıb map hissələri yoxdur, maplər. Onları da ayrıca işləyə bilərsiniz. Ümumiyyətlə, mənim sizə qısa bir məsləhətim var, gəz. Ən gözəl praktika bilsin nədir? Hansı, məsələn, sual tipində zəifliyiniz yoxdur? Bu readingə də aiddir həmçinin. Həmin hissədə bu sayta girdiniz. Məsələn, bu listening hissəsidir, tamam mı? Görürsünüz, bütün sual tiplərinə aid praktikaları verir. Məsələn, həmçində listeningə də aiddir. Readingə girmək üçün nədir? Burada daxil olduğunuz bu readingdir, bu isə listeningdir. Həmçinin readingin özündə də belədir, guys. Part suallarda verir, full suallarda verir. Məsələn, görürsünüz ki, sizin probleminiz, məsələn, true false not givenlardadır. Məsəl üçün, düzdürmü, guys? Məsələn, gəlirsiniz burada, true false'lar hardadır? Məsələn, burada. Tek testi vurursunuz. Neçə dənə sualdır? 6 dənə sualdır. Bunu başlayırsınız işləməyə. Qısa və konkret. Başa düşdünüz, guys? İndi gəldi əsas məsələyə. Günləri nə qədər vaxt ayırırsınız, guys? Təxmin olaraq. 1-2 saat. 1-2 saat. Bəli. Ümumilikdə 1-2 saat ayırırsınız. Aha. Belə bir sual verim. Ən çox vaxtınız nəyə gedir bu saat, məsələn, ümumilikdə? Sözlərə. Söz öyrənirsiniz ki, sözlərə deyilsin, guys. 1 unit öyrənmişəm. 1 unit. Aha. Guys, 1 unit azdır. Ülfəm, siz nə qədər öyrənmişsiniz? Mən müəllim açığım desəm, tərcümə ilə söz öyrənmirəm. Ona görə baxmamışam ona. Yəni ingilis, Azərbaycan öyrənmirəm. Mən çalışıram sinonim ilə və yaxud da definition ilə öyrənim. Ona görə baxmamışam fayla. Başa düşdüm. Amma təxmin nə qədər söz öyrənirsiniz ki? Readingdən çıxan sözlər, işlədiyim readingin sözlərinə baxıram və həmin sözləri çıxardıb sinonimlərini yazıb və yaxud da yəni Cambridge-in dictionary-sində baxıram da ona aid söz birləşməsi və yaxud da nə çıxsa onları yazıram. Bir də çalışıram ki, ona aid nəsə bir kiçik bir şeylər yazım, yəni tək-tək cümlələr və yaxud da ümumiyyətlə gündə əgər işlədirəmsə, gündəlik işlənən sözdürsə, onu çalışıram gündəlik işlədim. Yəni bəzən olur terminlər də çıxır, yəni mətnin mövzusu ilə bağlı.
Yəni spesifik mövzu ilə bağlı da. Onlar Aha. təbii ki, işləmir gündəlik, amma ChatGPT-də məsələn yazıram ki, bu sözü harda işlətmək olar, belə onlara baxıram. Başa düşdüm mən sizi. Başa düşdüm. Amma belə bir söz deyim, guys. Normalda sizdən çox razıyam. Amma xahişim var. Son olaraq onu deyim ki, listening məsələlərində, reading məsələlərində söz ehtiyatı çox-çox vacib bir haldır. Yəni bu readingdə çox rastunuz'a gələcək. Ona görə də guys, sizdən artıq dərəcə